Bütün tamaşaçılar anladı ki, doğrudan da o qeyd etdiyiniz kimi Qafqaz Universiteti bir təhsil ocağı deyil, sözün əsl mənasında bir ailə ocağıdır. Siz bugün də, sabah da o ocağın ətrafına yığılmışların taleyi ilə düşünürsünüz, maraqlanırsınız. Həmişə də bu mehribançılığınız əksik olmasın. Çox sağ olun, çox gözəl. Hörmətli tamaşaçılar, verilişimiz başa çatmaq üzrədir. Mən bir daha dəvətli qonaqlarımızı, daha doğrusu şəhərimizə müsafir olan Qafqaz Universitetinin aparıcı mütəxəssislərini, qonaqlarını bir daha diqqətinizə çatdırmaq istərdim. Universitet İctimaiyyətlə Əlaqələr Prorektorluğu, Valideynlərlə Əlaqələr Şöbəsinin müdiri İslam Hüseynov, Rəhbərlik və Psixoloji Məsləhət Şöbəsinin müdiri Hüseyn Xəlilov, İctimaiyyətlə Əlaqələr Prorektorluğunun məsuliyyətçisi Amir Əskərov. Hər üçünüz xoş gəlmişsiniz şəhərimizə, hər üçünüz burada gözəl çıxışlar etdiniz. Hər üçünüzə təşəkkür edirik telekanalımız adından. Bununla da verilişimiz başa çatır. Gələn görüşlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.